Kremldən İrəvana növbəti xəbərdarlıq gəlib. Ermənistan Avropa İttifaqına inteqrasiya yolu ilə getsə, bu obyektiv olaraq İrəvanın Avrasiya İqtisadi İttifaqı ilə mövcud iqtisadi əlaqələrinə yenidən baxılmasına gətirib çıxaracaq. Yəqin ki, bu Ermənistan əhalisi də daxil olmaqla ümumilikdə kifayət qədər ağırlı proses olacaq. Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Mikhail Galuzin bildirib. Vurğulayıb ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təqribən 12 milyard dollar təşkil edib. Bizim Ermənistanın maraqlarını pozmaq planımız yoxdur, deyən Galuzin, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqının fərqli iqtisadi bloklar olmasına, bu birliklərin müxtəlif gömrük və tarif tənzimləmələrinə malik olmasına diqqət çəkib. Obyektiv olaraq hər iki quruma eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü deyib. Diplomatın sözlərinə görə Ermənistanı Avropa İttifaqına inteqrasiya yoluna çəkmək, onun Rusiya ilə münasibətlərinə zərbə vurmaq cəhdidir. O, rəsmi İrəvanın qazanacaqları və itirəcəkləri ilə bağlı əhaliyə izahat verməli olacaqlarını da vurğulayıb və vəziyyəti düzgün qiymətləndirəcəklərinə ümid etdiyini açıqlayıb.